heç bir insanı gedib siz yersiz, subutsuz, heç bir sənədsiz, dəlilsiz qınamağa ixtiyarınız yoxdur. Və əgər bir adam bu işi görür, onun səbəbi budur ki, o qədr günah eləyib, günahların nəticəsində bu insanın ürəyi ölüb və öldüyünə görə bu insan düz yoldan çıxıb, öz yolunu azıb və olub fasıq olduğuna görədir ki, gedir öz yolunda imanlı insanları, Allaha səcdə eləyən, ibadət eləyən, pərəstiş eləyən insanları gedir qınıyır, amma heç bir sübut onun əlində yoxdur. Və bundan bizə nəticə verir. Deyir, əgər bir insan girsə günahın meydanına, əgər özünü günaha bələşdirsə, bu insanın gözünün atqısı dəyişilər. Necə? Haqqa baxanda batil görər. Batilə baxanda onu ola bilsin haqq görər. Ağı qara görür, qaranı ağ görür. Nuri zülmət görür, zülməti nur görür. Mərufi münkər görür, münkəri məruf görür. Buyurur, bax, bu günahların nəticəsində siz belə olursunuz. İmam-ı Baqir əleyhissalam 5-ci imamımız bu barədə buyurur. Ma min şeyin əfsədə lil qəlb min xətiətin. Bilirsiniz ki, heç bir şey günah kimin insanın ürəyin xarab eləməz. İnsanın ürəyinin nuraniyyətin aradan aparan hər şeydən çox günahdır. Buyurur, innəl qəlbə lə yuvaqi'ul xətiətə. Görürsən bir insan günah eləyir, fəma təzalu bihi. Və bu günahı eləyir, ondan sonra bir də eləyir. Eləyir, bir də eləyir. Tövbə eləmədən günaha neynir? Davam etdirir. Hətta təqlibə əleyhi. Tain ki, görürsən, o gəlir, qələbə çalır. Fəyusəyyirə ə'lahu əsfələhu. Bu adamın yuxarısı gəlir aşağıya, aşağısı gedir yuxarıya. Yəni pisi yaxşı görür, yaxşını pis görür. Yəni haqqa baxanda batil görür. Oruç yiyən utanmaqdan oruç tutanlar utanır. O utanmalıdır orucun yer. Amma indi bücür olub ki, görürsən, oruç tutan utanır. Oruç tutan tutmayanları qınamaqdan o birisi bunu danlayır. İçki içməyən insanlar içki içənləri danlamalıdır. Onları başa salmalıdır. Onları günahkar bilməlidir. Onlara şeytan yolunu və şeytanın yolunda olduqlarını başa salmalıdır. Amma görürsən, o bunu qoyub qabağına danlayır. Ata balanı danlamaqdansa, indi vəziyyət belə gəlib ki, bala atanı qoyub qabağına danlayır, ona da gücü çatmır, qalır belə. Beləncə olur. Buyurur, vaxtı ki, insan günaha girdi bu meydana, günahla tanış oldu, adət elədi günaha, dil günah danışmağa, qarına günah getmək, göz günaha baxmaqdan, qulaq günah eşitməkdən, o qədər bunlar adət olur insana ki, insan görürsən batil yolunda, biraz da görürsən cəsarətli danışır. Onun dili güdə olmalıdır, onun dili qısa olmalıydı. O utanmaqdan indi görürsən bu birisi utanır. Və bu Müttəffifin surəsinin 14-cü ayəsində Quranda bizə belə gəlib. Buyurur, Kəlla bəl rânə alə qulubihim
ma kanu yaksibun. Her bir insan, her bir əməlçi eləyir, buyurur, o əməl insanın ürəyində nəticəsi görsənir. Yavaş-yavaş ürək paslanır, necə dəmir qalır paslanır, ürək qalır, o cür yavaş-yavaş paslanır. Həzrəti İmam-ı Baqir əleyhissalam bu ayəni oxuyandan sonra bu ayəni təfsir elədi. Buyurdu ki, ma min əbdin illa və fi qəlbihi nuktətun beyza. Hər bir insanı Allah yaradanda onun ürəyin təmiz yaradı. Ürəklər hamısı təmiz yaranıb yarananda, pak, nurani, işıq, heç bir ləkə olmadan, heç bir çirkinlik ürəkdə olmadan Allah insanları yaradanda onlara o cür ürək verdi. Amma elə ki insan gəldi dünyaya yavaş-yavaş günahlarla tanış oldu. Bir günah elədi, ürəyində bir dənə qərə, nöqtə yarandı. Bir qərə ləkə yarandı ürəyində. Buyurur, əgər o günahdan sonraki ürəyində bir ləkə yaranır və in tavbə, əgər tövbə eləyir bu adam, zəhəbə zalikə səvad, bu qara nöqtə aradan gedir, itir. Günah eləmişdi, başa düşdü, əstəğfirullah Rəbbi və ətubu iləyh, ilahı bilmədim də. Cəmaatla da yaşayanda belə yaşayırıq da biz. Görürsən, gedirsən küçədə, bilmədin birinin ayağını ayaqladın. Dönürsən, deyirsən, üzr istəyirəm, bağışla. O da nə deyirsən? Deyirəm, Allah bağışlasın. Eyb yox. Da o narahat olmuşdu, o narahatçılıq getdi. Ayağını ayaqlayıbsan, o da narahat olur. Sən üzr istəyəndən sonra o narahatçılıq getdi. Buyurur, Həzrət buyurur, və in tavbə, əgər üzr istədin Allahdan, zəhəbə zalikə səvad, bu qara nöqtə pozuldu, aradan getdi. Və in təmada, əgər indi onu davam etdirirsən, birin eləyibsən, biri də gəldi üstündən, o birisi də gəldi, o birisi də gəldi. Buyurur, zadə zalikə səvad, bu qara hey böyüdü, yavaş-yavaş, hətta yuğətti əl-bəyaz, ta inki qara gəldi, ağın hamısın apardı. Fəizəğutti əl-bəyaz, elə ki, ağın hamısı aradan getdi, ləm yərci' sahibuhu ilə xeyrin əbəda. Day bu adam saadətin üzün görməz. Çünki ürəyinin hamısı qapqara oldu, qaraldı. Ondan Həzrət buyurdu ki, o ki Quranda Allah bizə buyurub, onun mənası budur. Kəlla bəl rânə alə qulubihim ma kanu yaksibun. Hər insan ki bir əməl eləyir, onun nəticəsi bunun ürəyində görsənir. Bəzi günahlar insanı imandan çıxardır hətta. Nöman deyir ki, İmam Sadiq əleyhissalamın məhzərinə yetişdim, sual verdim. Mən sual verdim, Həzrət də mənə cavab verirdi. Ondan sonra ağa mənə buyurdu ki, Nöman, bilirsən bəzi günahlar insanları imandan çıxardır. Hansı günahlardır? Deyir, ağa buyurdu, neçə günahdır ki, hər kəs o günahları eləyir, o halda imandan çıxıb o adam. Buyurur, mən zəna xərəcə minəl iman. O adam ki zina eləyir, zina eləyən halda onun imanı yoxdur, imandan çıxıb. Odur ki, buyurur, əgər bir adam günah halında ölsə, tövbasız ölür. Və o insanlar bağışlanmır. Tüm tövbasız dünyadan gedib, imansız dünyada. Bir var imanın ola, amma günahkar ola insan. İmanı var, lakin günahkardır. Bir var da ki, insan imansız dünyadan gedib. Həzrət buyurdu, və mən şəribəl xəmr xərəcə minəl iman. O adam ki, içki içir, o insan nə qədər içki içib və nə qədər o halbında var, buyurur, o adamda iman yoxdur. O halda iman yoxdur. Ola bilsin sonra, yine o hal dəyişəndən sonra iman qayıdır
İndi az, çox, nə qədər var qayıdır yerinə. Və mən əftərə yevmən min şəhri Ramazan. Həzrət buyurdu, əgər bir adam Ramazan ayında bir gün orucun yiyir, o bir gündə imanı yoxdur onun. Əgər o gün dünyadan geçsə, o adam imansız dünyadan gedib. Amma mütəəmmidən. Biri var səfərdə ola, üzürlü səbəbdən, o başqa. Əgər üzürsüz bir adam orucun yiyir, Həzrət buyurur, xərəcə minəl iman. Odur ki, Quranda buyurur, Ənkəbut surəsinin 40-cı ayəsində buyurur, فَكُلَّنْ أَخَزْنَا بِزَنْبِهِمْ. Hər bir insan ki, günah eləyir, biz onu öz günahına görə ona bəla göndəririk. Təzə günahlar gəldikcə, təzə bəlalarda görürsən, tapılır gəlir. Nə qədər təzə bəla tapılıb. Heç onlarda qovmi Səmud, Ad, nə bilim, İslam Peyğəmbərindən qabaqçı qovmular, onlara bəla gəlirdi. Heç belənçi bəla onlarda yox idi. Belənçi bəla yox idi ki, dənizin suyu qalxa göyə, girə şəhərin içində cəmaat öldürə. Biz görmüşdük dənizdə boğulan. Bir adam gedər, düşər dənizdə suyun içinə, çimə bilməz boğula. Amma oturasan evində dənizin suyu qalxa göyə, o suyu Allah çırpa şəhərin içinə və şəhərin içində evində hamını öldürə, bu təzə bəladır. Təzə günahların nəticəsi diyorlar. Təzə model günahlar gəlir. Təzə modeldə bəlalar nazil olur. Və başqa mən adlarını gətirmirəm. Siz indi görürsünüz ki, nə qədər xəstəliklər heç yoxudur bunlar o zaman. Amma indi bütün millətlərin, ölkələrin içərisində o xəstəliklərlə mübarizə aparırlar. Şəhvətin nəticəsində, cinsi hərəkətlərin nəticəsində, başqa günahların nəticəsində təzə model günahlar gəlib ki, çalışırlar ki, onlarla mübarizə aparsınlar. Buyurur, onların hamısının mübarizəsi budur ki, sən elə Allahı tanısın, səcdə eləsin, sənə o bəlaların heç birisi nazil olmaz. Odur ki, buyurur, bax, belənçi insanlar əgər istəyirlər ki, özlərin nicat tapsınlar, bəlalərdən qutarsınlar, buyurur, bax, siz onda gəlin. Allah nə cür istəyir, o cür yaşayın. Onda siz, Quranın bizə bu ayədə mahəsəl öyrətdiyi budur ki, buyurur ki, fiskin nəticəsində, günahın nəticəsində insanların ürəkləri xarab olur, qaralır və onun nəticəsində gəlir başlayır Peyğəmbəri və Peyğəmbərə iman gətirən insanları onlar başlayırlar qınamağa. Halbuki belədir, buyurur, ya əhləl kitab, ay əhli kitab, nə üçün bizi təhqir eləyirsiniz? Halbuki biz öz yolumuzdayıq, amma siz yolunuzu çıxıb və yolunuzdan azıbsınız.